Salam hörmətli izləyicilərimiz, bu günlər isə Xırdalanda, düz mərkəzdə Heydər Parkı ilə üzbəüz olan bir binada müsahisə 55 kvadrat olan qəşəng 2 otaqlı mənzil təqdim etməyə gəlmişik. Hal-hazırda mənzilimizi sizə göstərirəm qonaq otağını. Aksesuarlar mənzildə yığılıb, lüstr pərdə hamısı var. Gəlin sizə buradan keçidi, mətbəx keçidi göstərim. Belə şəbəkə vasitəsilə mənzilimizdə bölünüb, mətbəx ayrıdır. Normal ölçüdədir, 8 kvadrat, 7,5-8 kvadrat rahat olar. Görsünüz, belə şüşə ilə bölünüb, yəni ki, rahatlıqla həm işıq düşür, həm də hava düşür mənzilimizə. Buradan balkona çıxışı var, həm də yataq otağından balkona çıxışı var. Qəşəng bir mənzildir, yeni təmirdən olunub və yeni təmirdən sonra yaşayış olmayıb. Sizə dəhlizi göstərirəm. Giriş qapısını görürsünüz. Girəndə belə dəhliz açılır düzbucaq formasında. Ev yiyəsi solda qəşəng güzgü yığdırıb. Gəlin sizə hamam otağını göstərim. Gördüyünüz kimi əla rənglərdən istifadə olunub. Datma tavan, duş kabinin də yeri qoyulub. Gəlin sizə göstərim yataq otağını. Belə qəşəng bir yataq otağıdır. Gözəl aboylardan istifadə olunub. Mənzilimiz çox mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Kupçalıdır və 2 müasir sürətli lifti var mənzilimizin, binanın. Dediyim kimi düz mərkəzdə. Qiymət 111.000 manat təyin olunub. Buyurub gəlib baxa bilərsiniz. Satışda bu mənzil çox qalmayacaq. Yerinə görə, proyektinə görə söz ola bilməz. Gəlin baxın, bugünə bu qədər, sağ olun.